bu məhəllədə böyümüşük. 78-ci ildə bu ev verilibdi bizə. Bu evdə çox belə gözəl xatirələrimiz olubdu. Uşaqlığımız, cavanlığımız burada keçibdi. Mən Bakıda özümün atelyem var. Evimizin altındadır. İşləyirdim orada da. Bu Xankəndi alınandan sonra məşğulluğa müraciət elədim. Qədir müəllim mənə deyəndən sonra mən bütün sənədləri ona göndərdim. Dedilər ki, sizi müsahibəyə çağıracaqlar. İndi çalışdığım bu akademiyada elə bil mən getdim ora, çağırdılar məni, getdim ora. Samirə xanım dedi ki, sizi Xankəndinə müəllimə kimi göndərəcəyik, orada işləyəsiniz. Gəldim ondan sonra bura, o qədər sevinirəm ki, Xankəndində dərziliyi öyrənib. Burada işləmişəm 88-ci ilə qədər. Həyatımızda sevinçli günlərimiz çox olub. Zəfər paradı burada keçiriləndə dəhşətli bir dərəcədə sevinç hiss elədik. Prezidentimiz burada bayrağı qaldıranda, axır ki bu bizim öz bayrağımızı burada görməyimizə çox sevindik.